Gəzən zaman görsə ki, hansı ayağı ağır olan tərəfdə əgər barmağını saxlaya bilmirsə, düşürsə, deməli artıq bu L4-L5 sinirində olan bir yırtığın gecikmiş mərhələsi. Yəni sinir artıq iflicə doğru gedir. Və yaxud da əksinə barmaq üzərində gəzməyə çalışsın, tabanını havada saxlaya bilirmi? Əgər gəzdiyi zaman həmin tərəfdə, yırtıq olan tərəfdə, ağır olan tərəfdə ayağını saxlayamirsə, artıq düşürsə, bu artıq sinirin iflici deməkdir. Bu göstəricilər olan halda xəstələr əməliyyata getməlidir. Çünki motor defisit deyirlər buna. Digər tərəfdən problemlər olur ki, yırtıq o da çox böyük olar ki, xəstələrdə kiçik və ya böyük bayıra getmə hissiyatının itməsi, özündən asılı olmalı bunların olması. Yəni belə olan halda da fərq ata bilməlidir insan. Fərq etməz. Ən azından 1-2 addımdan artıq ayaq üstə qalxanda əgər sinir iflicə doğru gedirsə, gücünü itiribsə, ilk addımlardan artıq ayağı saxlaya bilməyəcək. İlk addımlardan. Əgər bunlar yoxdursa, dediyim o kiçik və böyük bayıra qaçırma halları, yəni iradəsindən asılı olmayaraq yoxdursa, əməliyyat göstərişi yoxdur dünyada. İstəyir yırtı 5 mil olsun, istəyir 25 mil olsun, fərq etməz. Bunlar olmadığı halda əməliyyatdan söhbət getmir, müddət şəkildə alqoloji müdaxilələr olmalıdır. Burada blokada üsullarının ağrını aradan qaldırması, hansı biz bunları icra edir və saysız burada prosedurlar var.